Esselamu Aleyküm ve Rahmetullah. Bura Ağdamın mərkəz cümə məscididir. Gördüyünüz məscid hal-hazırda çox mühteşem şəkildə restore olunmuştur. Daha önce 30 il erməni işğalında qalaraq təxribata uğramışdır. Bu möhtəşəm məscid hətta Sovetlər döneminde belə fəaliyyəti dayandırılmamışdır. Sovetlər döneminde belə devam etmiştir ve burada mədrəsə də olmuştur. Yalnız ermənilər işğal etdikdən sonra məscidi talan eləmişdilər. İçində donuz, inək kimi və yaxud da tövlə kimi istifadə eləmişdilər. Daha sonra elhamdülillah 2020-ci ildə Ağdamı azad etdikdən sonra elhamdülillah bu möhtəşəm məscidi təkrar Azərbaycan hakimiyyəti restore eləyir, təmir eləyir və müsəlmanların istifadəsinə buraxır. Allah Azze ve Celle məscidləri, məscid əhlini və məscidləri inşa edən vəsilə olan hər kəsi qorusun. Allah'a emanet olun.